Bu gün sizlə Braziliya haqqında danışacağıq. Deməli, Braziliya sahəsi böyük olan dövlətlərdən hesab olunur və sahəsi 8,5 milyon kvadrat kilometrdir. Əhalisinin sayına görə də qabaqcıl yerlərdədir. Əhalinin sayı 203 milyon nəfərdən çoxdur. Braziliyanın yalnız diqqət eləsəz görərsiniz ki, Atlantik okeana çıxışı var. Yəni, Braziliyanın Sakit okeana çıxışı yoxdur. Daha sonra nə deyə bilərik? Cənubi Amerika materikinin ucqar şərq nöqtəsi Cabo Branco burnu məhz burada yerləşir. Hansı iqlim quşağında idi? Tropik iqlim quşağında idi. Hansı təbii zonada idi? Dəyişən rütubətli meşələr təbii zonasında yerləşəcək. Ərazi ekvatorial, subekvatorial, tropik və subtropik iqlim quşaqlarında yerləşəcək. Ekvator xətti kəsdiyinə görə 3 yarımkürədə Qrinviçdən qərbdə, ekvatordan şimalda və cənubda yerləşəcək. Ərazini tropik xətti kəsdiyinə görə şimal, deməli, tropik işıqlanma quşağında və cənub mülayim işıqlanma quşağında yerləşəcək. Argentina ilə sərhəddində, deməli, İqvas şəlaləsi yerləşəcək. Paragvay ilə sərhəddində yerləşəcək Itaipu su elektrik stansiyası. Braziliya Cənubi Amerikada, deməli, Fransa Givianası ilə, Surinamla, Guyana ilə, Venezuela ilə, Kolumbiya ilə, Peru ilə, Bolivia ilə, Paragvay ilə, Argentina ilə, Uruguay ilə həmsərhəd olacaq. Həmsərhəd olmadığı iki ölkə var ki, bunlardan biri Ekvadordur, biri isə Çilidir. Bunu da yadda saxlayırsınız. Amazon çayının mənsəbi, dünyanın ən uzun çayı olan Amazon çayının mənsəbi də məhz Braziliyanın ərazisində yerləşəcək. Bunu da yadda saxlayırıq. Braziliyada bioetanol şəkər qamışından alınır və bioetanol istehsalına görə fərqlənir. Ərazidə dəmir filizi yataqları var, boksit yataqları var, şelf zonada neft yataqları mövcuddur. Deməli, Braziliyanın böyük hissəsi cənubun subekvatorialına düşdüyündən dekabr, yanvar, fevral ayları daha rütubətli olacaq və dekabr, yanvar, fevral aylarının rütubətli olması ekvatorial hava kütlələrinin bura daxil olması ilə əlaqədar olacaq və cənubda savannalar Kampos adlanır. Şimalda Llanos idi, cənubda Kampos idi. Rütubətli ekvatorial meşələr zonasına düşən hissə isə Selvas adlanacaq. Bu savannalardan daha çox otlaqlar kimi istifadə edəcək. Braziliya yaylasında qeyri-adi relyef formalarından biri kəllə qəndi olacaq. Daha sonra Braziliyanın dövlət dili Portuqal dili olduğundan Hind-Avropa dil ailəsinin Roman dil qrupuna aid olacaq. Şəkər qamışı əkir, qəhvə əkir, kakao əkəcək, pambıq əkinlər var. Demoqrafik keçidin 3-cü mərhələsindədir. Biz bilirik ki, demoqrafik keçidin 4 mərhələsi var. 1, 2, 3, 4. Birinci mərhələ yüksək doğum, yüksək ölüm, aşağı təbii artım. Təbii ki, bu cəngəlliklər üçün səciyyəvidir. İkinci mərhələdə yüksək doğum, aşağı ölüm, yüksək təbii artım. Yəni, bu artıq Braziliya üçün yox, bu deyərdik ki, Bolivia üçün, bu deyərdim ki, Paragvay üçün səciyyəvidir. Üçüncü mərhələdə ölüm səviyyəsi əvvəlki mərhələdə olduğu kimi qalır, doğum səviyyəsi aşağı düşür. Bu olacaq Braziliya üçün, Uruguay üçün, Argentina üçün, Venezuela üçün səciyyəvi olacaq. Bax, bu Braziliya demoqrafik keçidin 3-cü mərhələsindədir. Təbii artımın 2-ci tipindədir. İdarə etmə formasına görə respublika, inzibati ərazi quruluşuna görə federativdir. Ümumiyyətlə, Cənubi Amerikada Venezueladır, Argentinadır, bir də Braziliyadır. Venezuela, Argentina və Braziliya federativdir. Bunu da yadda saxlayın. Ölkədə qadınların sayı kişilərin sayından üstündür. Latin Amerikası sivilizasiyasına aiddir. Bunu da qeyd edəcəyik. İnkişaf etmiş ölkələrin əsas qrupuna aiddir. Braziliya idi, Çin idi, Hindistan idi, Meksika idi. Burada ümumdaxili məhsulun ümumi həcmi çox olsa da, hər adam başına düşən ümumdaxili məhsulun həcminə görə artıq inkişaf etməkdə olan ölkələrin əsas qrupuna aiddir. Ölkə həm ALADI təşkilatına, Latin Amerikası İnteqrasiyası Asosiasiyası təşkilatına üzvdür, həm BRICS üzvdür. BRICS nə deməkdir? Braziliya, B hərfi, R, Rusiya, I, India, yəni Hindistan, K, Kitay, yəni Çin, S da South Africa Republic, yəni Cənubi Afrika Respublikası, Braziliya, bəli, BRICS təşkilatına üzvdür, bir də G20 təşkilatına üzvdür. Braziliya beynəlxalq iqtisadi inteqrasiyanın iqtisadi ittifaq mərhələsindədir, ölkəmizlə eyni mərhələdədir.
Deməli, Braziliya beynəlxalq iqtisadi inteqrasiyanın güzəştli ticarət zonası var, azad ticarət zonası var, gömrük ittifaqı var, ümumi bazar var, iqtisadi ittifaq var, iqtisadi valyuta birliyi var, tam iqtisadi inteqrasiya var. Tam iqtisadi inteqrasiya mərhələsinə çatmış yeganə ölkə Amerika Birləşmiş Ştatlarıdır. Braziliya Azərbaycanla eyni mərhələdədir. İqtisadi ittifaq mərhələsindədir. Ölkədə səfirliyimiz var. Məsələn, ölkədə səfirliyimiz olan burada Argentinada da var idi bizim səfirliyimiz. Braziliyada var, məsələn, dünyada Kanadada var, Meksikada var, Çində var, Hindistanda var və s. Bu hissədə Santos və Tubaran limanları var, dəniz limanları mövcuddur. Bu qədər. Təşəkkür edirəm.